Onu kimlərsə tanıyır, kimlərsə tanımır. Baxdığınız bu görüntülərdə əksəriyyət kimi siz də onu tanımadınız. Nə görkəmi, nə də geyimi ilə xalq arasında başqalarından qətiyyən fərqlənmir. Onu ilk dəfə görənlərin heç ağlına belə gəlməz ki, o, 1-ci Qarabağ müharibəsi dövründə hansı qəhrəmanlığı edib, necə bir fədakarlıq göstərib. Keçməkesli həyat yaşayan, uşaqlıq illəri məhrumiyyətlərlə keçən, gəncliyini, sağlamlığını vətənin azadlığı uğrunda fəda edən, qardaş kimi əziz olan döyüş yoldaşları, hətta öz doğma, kiçik qardaşı belə döyüşlərdə şəhid düşən, tək başına mərd vətənpərvər oğullar böyüdən əziz anasını da itirən, lakin özünü itirməyən, məhrumiyyətlərə, itkilərə rəğmən ayaqda durmağı bacaran, hələ bununla da yetinməyib, hər gün şəhidlərimizin, qazilərimizin fədakarlığını xalqa çatdırmağı özünə həyat yolu seçən bir şəxsiyyət var Azərbaycanda. Rizvan Qasımov. Müəyyən insanlar var ki, deyir ki, gəlin şəhidlərimizi yaşadaq. O elə deyil, şəhidlərimiz bizi yaşadır, bugün biz yaşayırıq. Şəhidlərimiz bizi yaşadır. Gülbəniz xanım bir yaxşı ad bu. Gəlin şəhidlərimizi tanıyaq və tanıtıraq. Gəlin biz tanıyaq, tanıtıraq. Heç vaxt deyin ki, heç vaxt deyin ki, gəlin şəhidimizi yaşadaq. Elə sizi, bizi yaşadan o şəhidlərdir. O, kimlərinsə qəhrəmanlığını, fədakarlığını xalqa tanıtmaq üçün gecə-gündüz bilmədən təmənnasız çalışır. O, bugünə qədər başqalarını tanıdırdı. Bugün isə biz onu tanıdacağıq. Və bu video materialı Rizvan Qasımovdan xəbərsiz, Rizvan Qasımovun həyatından nümunə götürərək, özümüzə borc bilərək hazırlamışıq. Burada istifadə olunan görüntülər və müsahibələrin əksəriyyəti aylar, hətta illər əvvəl kameranın yaddaşına salınıb. Bəs görəsən, kimdir Rizvan Qasımov? Rizvan Əkbəroğlu Qasımov 1968-ci il mayın 10-da Bərdə rayonunun Yenidaş kəndində dünyaya gəlib. Rizvan uşaqlıq illərindən 3 qardaş tək anasının himayəsində böyüyüb. Anasına hədsiz dərəcədə bağlı olduğundan böyüdükdən sonra ona layiqli övlad olmağı qarşısına məqsəd qoymuşdu. Mən oxuya bilmədim, məktəbə gedib oxuya bilmədim. Niyə? Biz 3 qardaş idik. Bizim anamızdan başqa bizə kömək eləyən, dayaq olan yox idi insan. Yəni biz özümüzə kömək olur, dayaq olmalıydıq. Ona görə də mən bir dənə yeganə onu fikirləşirdim ki, yəni uşaq vaxtı. Mən anama kömək eləməliyəm, özümdən başqa 2 qardaşımı böyütməliyim. Sadəcə olaraq mən hərbiyə üstünlük verirdim. Ki, mən, yəni, o vaxtı deyirdilər ki, əskəriyə, hərbiyə gedən həqiqətən də kişi məktəbini gedib keçir, kişilik məktəbi. Mən onu gözləyirdim ki, mən bir anamın evladı kimi gedib bu kişilik məktəbini keçməliyim, amma kişi kimi keçməliyim. Rizvan Qasımov 1986-88-ci illər ərzində Rusiyanın Volodovski vilayətinin Sokol 2 şəhərində hərbi xidmət keçir. Hərbi xidmətdən sonra yeni həyata başlayan 20 yaşlı gəncin özünə məxsus arzular var idi. Amma həyat onu öz bildiyi istiqamətə apardı. Azərbaycanda yaşayıb Azərbaycanlıların çayını içən, çörəyini yeyən xain ermənilər 1988-ci ildən dövlət içində qondarma dövlət yaratmaq iddiasına düşdülər. Sonra nələr oldu, xalqımızın başı nə bəlalar çəkdi, hər kəs bilir. Gənc Rizvan Qasımov hələ o dövrdə xalq hərəkatına ilk qoşulanların sırasında yer almışdı. Vəziyyətin gərginləşərək açıq müharibəyə çevrildiyi vaxt Rizvan da könüllü olaraq torpaqlarımızın müdafiəsinə qoşuldu. Silaha sarınıb döyüşə getməyim 92-ci ilin fevral ayının əvvəlləri idi. Onda Xocalıdan Bərdənin, indiki dediyimiz icra hakimiyyətinin qarşısına Xocalının qadınları, qızları yığılıb gəlmişdilər, tökülmüşdilər. O Xocalı qadınları gəlib bizlərdən dəstək istəyirdilər. Biz yığıldıq. Amma bizi Xocalıya aparmadılar. O vaxtki hakimiyyət bizi Xocalıya yox, Tərtər bölgəsinə. Biz amma o məqsədlə yığılmışdıq ki, biz Xocalıya gidik, Xocalıyı müdafiə edirik. Anama dedim ki, mən müharibəyə gedirəm. Anam dedi ki, bir şey demirəm, get. Amma müharibədə
Belə bir şeylər də var. Gedən insan geri qayıtmamalıdır. Döyüşməlidir. Onun Ağdərə, Laçın və Ağdam istiqamətindəki döyüşlərdə göstərdiyi fədakarlıq və mərdlik ilə yanaşı, hərbi cəhətdən taktiki və strateji düşünmək qabiliyyəti yüksək komandanlığın diqqətindən yayınmadı. Sıravi əsgər olan Rizvan Qasımov zamanla leytenant rütbəsinə kimi yüksəldi. O dövrdə bölük komandiri vəzifəsi yalnız kapitanlara həvalə olunsa da, şəxsi keyfiyyətlərinə görə keçmiş 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun 2-ci bölüyünün komandiri vəzifəsinə leytenant Rizvan Qasımov təyin olunur. Mən Qasımov Rizvan Əkbəroğlu, Bərdə rayonunun Yenidaş kəndində doğulmuşam. 701 hərbi hissənin 5-ci Bərdə taborunun 2-ci bölüyünün komandiri olmuşam. Bizim 701 hərbi hissənin 5-ci Bərdə taboru 92-ci ilin avqust ayının 25-də yaranıb, yəni təsdiq olunub. Biz Laçın, Kəlbəcər, Ağdam uğrunda gedən döyüşlərdə həmişə öndə gedən, yəni döyüşlərdə iştirak eləmişik. Bizim taborumuzun döyüşçüləri Bərdə Azadlıq Batalyonu və Qurtuluş Batalyonunun döyüşçüləri idi. Azadlıq və Qurtuluş Batalyonu dağılandan sonra bu döyüşçülər yığıldı və 701 hərbi 5-ci Bərdə taborunu yaratdılar. O vaxtdan da bu tabor həqiqətən də qəhrəman bir tabor oldu. Bizim taborumuza gələn təzə əsgərlər də həmişə çalışırdılar ki, o əvvəl döyüşlərdə olan döyüşçülərə bənzəsinlər. 1993-cü ilin dekabrın sonlarında işğal altında olan Kəlbəcərin azad edilməsi üçün komandanlıq tərəfindən meydançay əməliyyatı hazırlanır. Əməliyyat planına əsasən döyüşçülərimizin bir qismi düşmən arxasına keçməli və meydançay vadisində toplanaraq hücuma hazırlaşan düşməni məhv etməli idi. Həmin əməliyyata rəhbərlik 25 yaşlı gənc Rizvan Qasımova tapşırılır. Əməliyyatı üzərinə götürən şəxsdən böyük məsuliyyət, güclü iradə və mühitə uyğun hərəkət etmək bacarığı tələb olunurdu. Çünki əməliyyat uğursuz olsaydı, ermənilər Rizvan Qasımovun başçılıq etdiyi dəstədən kiminsə yaralı olsa belə geri qayıtmasına imkan verməyəcəkdi. Rizvan Qasımovun ancaq bir şansı var idi. Ya qalib gəlmək, ya da ki, qalib gəlmək. Bizim hamımız döyüşdən çıxmış insanlar idik. Biz təzədən təlimlər keçirdik. Dağlara çıxmaq, dağlardan yemək, silahı hansı formada atmaq, hansı formada o hücuma keçmək və yaxud özünü müdafiə eləmək. Yəni bu formada biz hazırlıqlar aparırdıq. Bizim Bərdəmizin xeyirxah insanları bizim yanımıza gəldilər, bizim ziyarətimizə gəldilər. Bunu niyə deyirəm? Ona görə ki, döyüş qabağı bizim orada böyük çəkilişimiz olub. O çəkilişdə bizim qəhrəman döyüşçülərimiz var. Həmən çəkiliş bugün bizim tariximizdir. Onlara baxanda biz həmən şəhid qardaşlarımızı, yaralı qardaşlarımızı, həmən döyüşçülərimizi xatırlayırıq və həmən keçmişə qayıdırıq. Mənim komandirim Gəray Əsədov dekabr ayının 93-cü il dekabr ayının 27-28 olardı, məni çağırdı və dedi ki, belə bir döyüş olacaq. Biz Murov dağından keçib, düşmənin arxasında mevqe tutacağıq, düşməni puskuya salmalıyıq. Bu əməliyyatda sənin bölümünə tapşırılır. Mən qəbul elədim, həqiqətən də çox fəxr elədim ki, bu əməliyyat mənə və mənim bölümümə tapşırılır. Komandirimiz Gəray Əsədov dedi, 80-90 nəfərdən ibarət sən döyüşçülərini seçməlisən. Mən gəldim, cəsur döyüşçülərimi seçdim və 86 nəfər bizim bölüklərdən də var idi, başqa bölüklərdən də var idi. Bizim Ləçəni ştabımız var idi, Cəlil İbrahimov, İnqilab, zabitlərdən. Bizimlə bərabər xilaskar bölüyü var idi, oradan Elman, Kəlbəcər bölüyü var idi, İbadla bərabər Kəlbəcər uşaqlarına götürdük ki, onlar ora bələdçi idilər. Əsasında mən İbada inanırdım. Ona görə ki, az müddət olsa İbadın aktivini görürdüm, İbadın qəhrəmanını görürdüm. İbad da
əvvəllər döyüş keçmiş oğlan idi. 2 qardaş idilər orada. Çox vətənpərvər oğlan idi. Ona görə də həmin döyüşə İbad qardaşımızı da yəni qatdıq. Getdik 2-ci Kəlbəcər əməliyyatının uğurla keçməsi üçün Koroğlu dağından qalxdıq. Hardasa 18 saat, 18 kilometr o dağlarla, o sıldırımlarla qalxdıq. Getdik düşmənin arxasına və pusqu postu yaratdıq. Ayın 29-u günü 30-una keçən vaxtı səhər Murov dağını bizim artilleriya vurdu. Biz bildik ki, 1-ci tabur Murova hücum eləyir. Biz tam hazır vəziyyətdə olduq. Yanışaqdan düşmənlər Murova köməyə gəlirdi. Amma ondan əvvəl İvada tapşırdım. İvad indi yola, sapyorlarla yolu minaladılar. Yer qazılmırdı, daş olduğuna görə qarın altına qoymuşdular. İvada tapşırıq verdim ki, yanışaqla Murov arasında olan Sivyas kəsilsin, Kabil. Həmən Kabil kəsildi və öz postumuzu tutduq. Gələn düşmənin qarşısını kəsdik. Bizim fikrimiz var idi ki, düşməni əsir götürək. Qabaqda gələn arası 12 düşmən var idi, bir dəstə. Onlara biz dedik təslim olun. Təslim olmadılar. Baxdım ki, ortadan bir avtomatı çıxardır da qaldırır belə. Onlar gözləməzdi ki, biz orada olarıq. Gözləməzdilər ki, biz onların qarşısını kəsəcəyik. 18 kilometr meydan çaydı. Onlar da şoka düşmüşdü. Yəni, yerlərində donub qalmışdılar. Amma baxdım ki, ortadan biri avtomatı qaldırır. Həmən müddət biz tam hazır vəziyyətdə idik. Onlar hazırsız idi. Yəni, reallıq budur. Biz onların hamısını həmin yerdə də məhv elədik. Onu arxadan gələn düşmənləri məhv elədik. Murova kömək getmədi. Ona görə qabağını kəsmişik. Onlar aldılar ki, arxada döyüş gedir. Biz də ona görə ki, PK işləyir, avtomatlar işləyir. Murov dağda o səslər eşidilirdi. Qaçan düşməni də biz orada məhv elədik. 100-dən artıq düşmən məhv oldu. Bizim bir şəhidimiz oldu, Aydınov Rəfi, Kəlbəcər rayonundan. Yəni, bir itki ilə biz həmin yeri aldıq. Təzədən bizə tapşırıq verildi. Siviyadla komandamız Gəray Əsədov da bizlə bir yerdəydi. Bizdən aralı bir yüksəklik dağda bizi nəzarət edirdi. Və məlumat verdi ki, hər öz postunu tutsun, bu gecə burada qalacaq. Bu post dayanmalıdır, saxlanmalıdır meydanca. Biz sabaha kimi döyüşdük. 31 günü, yəni 31 günündə biz orada olduq. 31 günü bizə zamin gəldi və bizim taborumuzun döyüşçüləri bizim meydan çayı və Murov dağını götürmüşdük. Yəni həmən vaxtı. Həmin vaxtı o düşmənlərin üstündə olan silahlar yığılmalı idi və aydın olmalı idi ki, burada nə qədər düşmən var. Həmin silahları yığan müddətdə Firdevsi, Musayev Firdevsi Ağverdoğlu yaralandı. Ona görə ki, yaralı düşmən var imiş dağında, daşın arxasında. O silahı götürəndə onu güllələmişdi. Bizim ən çətin günlərimiz ondan sonra başladı. Yanvar ayın 9-u. Bizə təzə əskərlər verdilər. O əskərlər kənd yerlərindən, şəhərlərdən, rayonlardan tutulmuş əskərlər idi. Yığılıb getmişdilər şineldə. Onlar heç bir təlimi keçməmişdilər. Təlim keçməmiş əskərlər. Gəldilər onlardan bizlərə də təhvil verdilər. Murov dağının o bir üzündə bizə əskərlər verirlər. Biz tanımadığımız bir əskərlər, təlim keçmədiyimiz, tanımadığımız, onlarla söhbət eləməmiş. Bunlar heç bir böyük əməliyyatı görməyən əskərlər idi. Onlar ora gələndə çox çətinliklər çəkirdilər.
İnan ki, onların eləsi vardı ki, pusulatını çıxardıb yandırırdı, dilinə qızınırdılar. Onun istisinə qızınırdılar. Ona görə ki, bu şaxta, boranı onlar görməmişdilər. Elə oldu ki, onlar ocaq qalamışdılar. Bizim köhnə döyüşçülərdən də vardı orada. Biz qışqırdıq. Tez dağılın vuracaqlar. Biz köhnə döyüşçülərimiz bizim əmrimizi yerinə yetirdi. Amma o təzə əskərlər ocağın qırağından qalxmadı. Həmən ocağı vurdular. 9 dənə bizim əskərimiz şəhid oldu orada. Neçə dənə yaralılarımız oldu. Hələ bizim əskərimiz vardı, onlarla bərabər idi. Əhməd, getdim onun çiynindən tutdum, hələ ona mən müəyyən təqdirlərlə ki, siz bura ölmə gəlibsiniz, yoxsa torpaqlarımızın azadlığına gəlibsiniz, torpaqlarımızı azad eləməyə gəlibsiniz. Bu yaxınlarda o etiraf elədi ki, mən çox səhv eləmişdim. Siz olmasaydınız, bugün mən də şəhid olardım. Yəni, nəyi demək istəyirəm? Bizim köhnə döyüşçülərimizə təzə əskərləri vermək orduya elə bir zərər gətirdi, ziyan gətirdi. Ona da baxmayaraq, biz bir neçə əməliyyatlarda olduq, postlar qurduq, arxamıza düşmən keçməsin. Bizim neçə oğullarımızı maroz atdı orada, Quliyev Ramin idi, Əsədov Mahal idi. Bizim bir neçə uşaqlarımızı şaxta atdı. Amma yenə həmin yeri saxladıq, qoruduq. Və yanvar ayının 17-si idi və yenə axşam komandirimiz Gəray Əsədov məni çağırdı, dedi ki, Qızılqayıya əməliyyatına getmək lazımdır, Qızılqayıyı götürmək lazımdır. Dedi, götürmək yox, dedi, götürülməlidir. Dedim, baş üstə. Yenə biz öz bölüyümüzdən qəhrəman oğullarımızı götürdük. O oğullar ki, siz inanın ki, 10 dənə düşmənə bərabər oğlanlar idi. Ona görə ki, Laçın, Kəlbəcər, Ağdam uğrunda gedən döyüşlərdə bu oğlanlar iştirak eləmişdilər. Bu oğlanların qəhrəmanlığını görürdüm. Mən bir bölük komandiri kimi həmən oğullarla hər dəfə səngərdə oturub bunlarla söhbət edirdim. Kim nəyə qadirdir, kim nəyə layiqdir. O inandığım oğullarla bir yerdə getdik. Getdik həmin Qızılqaya əməliyyatına. Qızılqaya yanvar ayının 17-si gecə biz çıxdıq. 18-i günü səhər Qızılqaya əməliyyatına başladıq. Lakin 1994-cü ilin yanvarın 19-u Rizvanın son döyüşü olur. Həmin vaxt onun bölüyü Qızılqaya ərazisinə göndərilir. Rizvanın qardaşı Qulamda həmin döyüşdə onunla birgə idi. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edilərək mövqeyi ələ keçirilir. Lakin Rizvan Qasımov döyüşdə ağır yaralandığı üçün dərhal hospitala aparılır. Qızılqaya əməliyyatında mənim qəhrəman bölük komandirim, bölmə komandiri var idi. Məmməd Əli Tovuz rayon aşağı qutusundan. Kəlbəcərdən Zabil var idi. Marif var idi. Onlarla bir yerdə biz yaralandıq. Ona görə belə yaralandı ki, düşmənlə biz dumanlıqda qarşılaşdıq. 15-20 metr aramız olardı. Yəni, gücdə atışma getdi, birimizə qranat atırdıq. Yəni, başını çıxardıb güllə atmaq mümkün deyildi. Mən yaralanan vaxtı məni çıxartdılar. Çıxardan vaxtı komandirimiz Gəray Əsədov gəldi. Gəldi, mənə dedi ki, Qulamı gətirək səni aparsın. Dedim, lazım deyil. Gördüm, komandir qışqırır, tez gedin Qulamı gətirin, Qulam Rizvanı aparsın arxaya. Mən də dedim, komandir, mənim qardaşım Qulam gəlməyəcək. Mənim qardaşım Qulam döyüşdə qalacaq. Ona görə ki, o ruh yüksəlini mən görürdüm. O qəhrəman oğullar döyüşdüyünü görürdüm. O qəhrəman oğullar canlarını vətən üçün fəda eləməyi görürdüm. Mən istəmirdim ki, mənim qardaşım oradan ayrılsın, onlar ruhdan düşsün. Onları daha da ruhlandırmaq üçün mən istədim, mənim qardaşım orada qalsın. Belə də olmalıydı. Həmin oğullar Qızılqayanı götürdülər. Yanvar ayından sonra 2 ay bizim o qəhrəman döyüşçülərimiz o dağlarda,
qayalarda yata-yata döyüşdülər. Qızılqayada, Bağrı dağında, Buzduqda qəhrəmanlıq göstərdilər. Yəni mən yanvar ayının 18-nə kimi olan o qəhrəmanlığı heç vaxt unuda bilmərəm. Onu unuda bilmərəm ki, o Şaxtada, Boranda, o müddətdə mən əsgərlərimə baxırdım, öz döyüşçilərimə baxırdım, döyüş yoldaşlarıma baxırdım, tanımırdım. Bilirsiniz niyə? Ona görə ki, Şaxda Maradonları nə qədər vurmuşdusa, siz inanın ki, həmən oğullar tanınmırdı. Rəng qaralmışdı, papaq basılırdı sivətə. Ona görə ki, Şaxda, Boranda hamı orada, yəni ki, hər bir kəsi Şaxda vurmuşdu. Qızılqayaya 2 gün Qızılqaya uğrunda döyüş gedib və Qızılqaya götürülüb. Həmən Qızılqaya əməliyyatında da mənim qardaşım şəhid olub. Bunu mən bilmirdim yanvar ayının rəhmətin 40-ına kimi. Həmin vaxt hospitalda ağır yaralı olan Rizvana qardaşının şəhid olması xəbərini deməyə heç kəsin cürəti çatmır. Rizvan kiçik qardaşına çox bağlı idi. Onun ölümünü təsəvvür belə edə bilməzdi. Bu xəbəri bilmək onun da həyatına son qoya bilərdi. Mərd, vətənpərvər kiçik oğlunu itirən Reyvə ana indi böyük oğlunu da itirmək təhlükəsi ilə üzləşmişdi. O, yaralı qəlbini susturub, oğul və qardaş itkisini bir üzə verməməyə çalışırdı. Dedim, nə olub, sən niyə bu vəziyyətdə? Rizvan Qasımov hospitalda yatdığı zaman xidmət etdiyi hərbi hissədə böyük bir faciə yaşanır. Belə ki, 1994-cü ilin fevralın 10-da Kəlbəcərin Qızılqaya yüksəkliyində təqribən 24 nəfərdən ibarət döyüşçü ermənilərin mühasirəsinə düşür. Təəssüflər olsun ki, həmin döyüşçülər son damla qanlarına qədər döyüşərək ermənilərin qarşısını kəsdikləri halda yaxınlıqdakı keçmiş 701 saylı hərbi hissədən onlara kömək göndərilmir. Əksinə, yüksək komandanlıq həmin 24 nəfərin ermənilərin qarşısını kəsdiyini fürsət bilərək bütün hərbi hissəyə geri çəkilmək əmrini verir. Ərazi işğala məruz qaldığı üçün bir il ərzində həmin döyüşçülərin sonraki taleyi barədə heç bir məlumat əldə etmək mümkün olmur. Yalnız bir ildən sonra bəlli olur ki, itkin döyüşçülərin içərisində Baba ləqəbi ilə tanınan və İrandan Qarabağ müharibəsinə könüllü döyüşməyə gələn Məhəmmədəli Əmir İbrahim adlı şəxs yaralı olaraq huşsuz vəziyyətdə əsir götürülüb. Çoxsaylı işgəncələrdən və 200 günlük əsirlik həyatından sonra o Azərbaycana qaytarılıb. Məhəmmədəli Əmir İbrahimi Qızılqayadakı sonuncu döyüş barədə Azadlıq qəzetinin
1995-ci ilin mayında nəşr olunan silsilə məqalələrdə bu barədə ətraflı məlumat verib. Torpaqlarımız işğalda olduğu müddətdə itkin düşən 23 şəhidin taleyi, yaxınları, əzizləri kimi Rizvan Qasımov da narahat edirdi. O, zaman-zaman həmin itkin 23 döyüşçü ilə yanaşı, tanıdığı bütün itkin döyüşçülərin və şəhid olan döyüş yoldaşlarının ailələrini ziyarət edir, onların xatirəsini yad etmək məqsədi ilə məktəblərdə, mədəniyyət mərkəzlərində, ictimaiyyət qarşısında toplantılar təşkil edir, qəhrəmanlarımızın tanınılması və unudulmaması üçün əlindən gələni etməyə çalışırdı. Rizvan Qasımovun sayəsində həmin itkin döyüşçülər və şəhidlərimiz haqqında sosial şəbəkələrdə və televiziya verilişlərində dəfələrlə materiallar yayımlanıb. Lakin Rizvan Qasımovun ən böyük istəyi həmin itkin döyüşçülərin nəşinin tapılaraq ailələrinə təhvil verilməsi idi. 44 günlük vətən müharibəsi və sonraki bir neçə il ərzində düşmən tapdağı altında olan torpaqlarımızın tamamilə azad olunması, həmin torpaqlarda aparılan abadlıq quruculuq işləri zamanı 1-ci Qarabağ müharibəsində itkin düşən insanlara məxsus qalıqların aşkar edilməsi, itkinlərin ailə üzvləri kimi Rizvan Qasımovun da qəlbində ümid işığını daha da alovlandırmışdı. O da itkin düşən döyüş yoldaşlarının nəşinin tezliklə tapılması yolunda çalışmaq istəyirdi. Nəhayət, keçmiş 701 saylı hərbi hissənin mərd qəhrəman döyüşçülərindən biri olan İbad Vəliyevin sayəsində bu mümkün oldu. Vətən müharibəsindən sonra biz İbadla danışdıq. İbad dedi, Kəlbəcərə gedirəm. İbadla söhbət elədik ki, ən azından o yerlərlə maraqlansın. Görək bizim orada itkin qardaşlarımız, bizim döyüş yerlərimizdən də kadrlar çək, al. İbad getdi, orada o yerləri aşkar elədi. Orada bir neçə dənə kadrlar çəkdi. O kadrlar da paylaşmışdı Facebookda. Yəni, belə məsləhət oldu ki, onlar da yığılsın orada. Sonra, yəni bu iş bax belə başa verdi. İbad, yəni ki, oranı aşkar elədi. Sonra devlətimiz tərəfindən yaranan əsir və itkin üzərə komitə və komissiya bizi Bakıya dəvət elədi. Bizimlə söhbət elədilər. Dedilər ki, qoy havalar yaxşı olsun, havalar aşsın, biz orada axtarış aparayıq. Biz xahiş elədik ki, oraya gedəndə bizləri də dəvət eləyək. Biz də gedək, könlü olaraq şəhidlərimizin, itkin şəhidlərimizin tapılması üçün orada yəni bizim də xidmətimiz olsun. Nəhayət 2025-ci ilin iyulun 4-də keçmiş 701 saylı hərbi hissənin sabiq tağım komandiri İbad Vəliyevin və bölük komandiri Rizvan Qasımovun göstərdiyi istiqamətlə hərəkət edərək Kəlbəcərin Qızılqaya yüksəkliyində dövlət qurumlarının, hərbçilərin, mina axtaranların və xüsusi xidmət orqanlarının birgə zəhməti sayəsində itkin döyüşçülərin axtarışına başlanıldı. İyul ayı olmasına baxmayaraq, günorta saatlarında belə Qızılqaya yüksəkliyində hava çiskinli, yağışlı, dumanlı və soyuq idi. İyul ayının 4-ü 2025. Qızılqayanın ətrafındayıq. Allah devlətimizi var eləsin. Devlətimizin köməyi ilə devlət nümayəndələri və sapyorlar axtarış elədilər, yolları təmizlədilər. Gəldik bizim itkin düşən qardaşlarımızın son qanına kimi döyüşdüyü yerə. İbad qardaşımız əvvəlcədən gəlib buranı kəşfiyyat eləmişdi. Bax, həmən bu yerdən 2-3 dənə skelet tapılmışdı. Bu 32 il müddətində görün o dağlara, o dağlarda nə qədər ot bitir, yağışı, boranı. Bu ot altında qalıb, mamırıyıb, görünmür, bilinmir. Bizim o komisiya və ya sapyorlar, oradakı əskərlər, könüllü gedən bizim döyüşçülərimiz çox çətinlik çəkir orada. Çox çətinlik çəkir. O axtarışda, tapılışda. Yəni o axtarışda bu günə şükür olsun ki, biz bir neçə qardaşlarımızın tapılmasına nail olmuşuq. Devlətimiz tərəfindən yaranan komissiyana mən təşəkkür edirəm ki, bizi ora dəvət elədi. İtkin qardaşlarımızın tapılmasında bizlərin də xidməti oldu.
orada tapıldılar. Bir neçəsi tapıldı. İnanıram ki, bundan sonra da tapılacaq. Kəlbəzərin Qızılqaya yüksəkliyində təbii şəraitin və havanın yaratdığı çətinliklərə baxmayaraq ilk axtarış prosesi uğurlu oldu. Bundan sonra növbəti axtarış prosesi avqust ayının 6-sında keçirildi. Ötən dəfəyə nisbətən bu dəfə hava daha münasib idi. Lakin hava şəraitinə baxmayaraq Rizvan Qasımov və İbad Vəliyev, eləcə də tikinlərin axtarışını həyata keçirən dövlət qurumlarının əməkdaşları bu axtarışlarda canla başla iştirak edirdilər. Onların fədakarlığından ruhlanan daha bir neçə döyüşçü də növbəti axtarış prosesinə qoşuldu. Baxmayaraq ki, hazırda Rizvan Qasımov da daxil olmaqla onların əksəriyyəti övlad, nəvə sahibi idi. Bu keçmiş döyüşçülər yaşlarının bu çağında gündəlik qayğıları, məişət problemlərini bir kənara qoyaraq Kəlbəzərin dağlarında itkin yoldaşlarının qalıqlarını axtarmaq üçün fədakarlıq göstərirdilər. Əziz və dəyərli qardaşlar, vətən oğulları, itkin qardaşlarımızın axtarışındayıq. Gəlmişik, bilmiş itkin şəhidimizin axtarışını aparırıq. Olduqları yerdən, həmən yer bura aşağıdır, Qızılqayadan. Meşəyə kimi gəlmişik, indi buraları axtarırıq. Bu da belə bir dağın aşağısıdır. Buralara baxıram ki, ola bilər oradan yenərlər. Gəl buralarda nəsə yaralırlar, burada şəhid olarlar. İndi axtarırıq. Allah hər kəsin köməyi olsun. Allah bizə də kömək olsun ki, itkin şəhidlərimizin nişanələrindən tapaq. Bir neçəsini tapmışıq. Allah devlətimizin səlahiyyətli nümayəndələrini var eləsin. Onlar da bizlərlə bir yerdə əskərlər, sapyorlar, əsir və itkin üzrə komissiyasının üzvləri, Kəlbəcər rayonunun səlahiyyətli nümayəndələri bizlərlə bir yerdə axtarışdadılar. Əsas çətinlik birisi nədir? Əsas çətinlik odur ki, bizim döyüş yoldaşlarımız kim harda yaralanıb qalıb, kim harda itkin düşüb, kim harda şəhid oldu qaldı. Onun yerini deməlidir ki, həmən komissiyanın üzvləri, oraya axtarışda olan insanlar asanlıqla onu tapsınlar. Biri var 100 hektarlarla, biri var 50 hektarlarla, 20 hektarların yerini axtarasın. Biri də var ki, biləsən ki, falan ərazidədir, 1 kilometr, yarım kilometr. Oranı axtarıb onu tapmaq bizə asan olar. Ya da o komissiya üzvlərinə asan olar. Biri də var ki, deyirlər ki, Qızılqayada, Bağırı dağında, falan yerdə. Bağırı dağının 50 hektarların ərazisi var. Onun hündürlüyünə baxsan, bunun aşağısında qalıb, yuxarısında qalıb, sağında qalıb, solunda qalıb, halda qalıb. Bunu demək lazımdır. Heç nədən çəkinmək lazım deyil. Və 32 ildir onlar oradadır. Bu anaların, bu ataların, qardaş, bacıların gözləri yoldadır. Bunu bugün də biz deməyəyiksə, nə vaxt deyəyik? Amma o vaxt oyanacaq ki, o ölüm yatağına düşəndə, biz vaxt tapmayacaq ki, deyək ki, biz peşmanıq. Biz niyə demədik? Bax, onda biz peşman olacaq. O vicdan əzabı bizə əziyyət verəcək, bizə zulüm verəcək. Biz bugün deməliyik. Ona görə deməliyik ki, bizim devlət qurumları, sapyorlarımız, həkimlərimiz, devlətin səlahiyyətli nümayəndələri, adiyyəti olan, yəni axtarışa adiyyəti olan qurumlar var güclərindən hərəkət edirlər. Amma bizim, məsəl, döyüşçü yoldaşlarımız da var ki, bizim itkin şəhid qardaşlarımızın ailə üzvləri də var ki, onları qane eləmir. Bizi niyə qane eləmir? Kim tap ver. Yenə deyirəm, onların yerini, onlar hansı ərazidə olub, onu dəqiq demək lazımdır. Mənlə bərabər İbad, yəni o nailiyyətləri əldə edəndən sonra, yəni o işə mən qoşuldum
Məndən sonra bizim könüllü döyüş yoldaşlarımız bizlə bərabər getdi ora. Şəhid atası Çingiz, özü şəhid atası özü də orada döyüşüb qəhrəmancasına. Sərxan qəhrəmancasına döyüşüb, özləkin qəhrəman oğuldu. Məhəmməd yaralanıb, özü hal-hazırda 2-ci qrup müharibəlidir. Əli, o da qəhrəman oğlandı. Gedən kimi yerləri göstərdilər, biz orada itkin qardaşlarımızdan tapdıq. Bir neçələrini tapdıq. Ən azından özümüzün qəlbimiz sərinlədi ki, biz tapdıq. Bir neçə şəhid ailəsinin gözləri yoldan çəkilməsinin səbəbkarı oldular. Ona görə də bizim döyüş yoldaşlarımız, nə ki bizim, mən bunu deyəndə 5-ci Bərdə taborunun döyüşçülərinə demirəm, ümumi bütün Azərbaycan devlətinin, Azərbaycanımızın və bu xalqın döyüşçü oğullarına deyirəm. Kim harda nə görüb onu desin, kim harda yaralı qalıb, bizim şəhidimiz qalıb onu desinlər ki, qoy komitəyə asanlıq olsun, o həmən komisiyanın üzvlərinə, yəni asanlıq olsun onların tapılmasında. Biz onlarla bərabər axtarırıq, onlar bizlə yox. Devlətimizin ekspersiyası, adli skoru, həkimləri, Bakıdan gələn əsir və itkin üzrə komissiyasının üzvləri və Kəlbəcər rayonunun səlahiyyətli nümayəndələri hamısı orada iştirak edir. Rizvan Qasımov illər sonra demək olar ki, öz arzusuna çatdı. Kəlbəcərin Qızılqaya yüksəkliyində 31 il əvvəl şəhid olaraq itkin düşənlərin axtarış prosesi artıq yekunlaşıb. Axtarış prosesini aparan müvafiq dövlət qurumlarının və qazilərimizin fədakarlığı sayəsində tapılan qalıqların kimə məxsus olduğunu dəqiqləşdirmək üçün hazırda lazımi ekspertiza işləri aparılır. Lakin bu, Rizvan Qasımov üçün istəyinin həyata keçməsi anlamına gəlmir. İşğaldan azad olunan ərazilərimizdə iş yeni başlayır. Çünki bizim 1-ci Qarabağ müharibəsindəki itkinlərimizin sayı minlərlədir. Ürəyi hər zaman vətəni, vətənin qəhrəman övladları üçün döyünən Rizvan Qasımov sonuncu itkin tapılana qədər bu təqdirə layiq missiyanı davam etdirəcəyini bildirir. Sənə bu müqəddəs yolda uğurlar arzuluyur. Tanrıdan can sağlığı və uzun ömür diləyirik. Yolun açıq olsun, qardaş.